29 yanvar Avropa İttifaqı və Azərbaycan Avropa İttifaqının qlobal dəhliz təşəbbüsü və bu yaxınlarda təqdim edilmiş regionlararası bağlantılar proqramı çərçivəsində tərəfdaşlıqlarını gücləndirmək barədə razılığa gəliblər. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən xəbərə görə, tərəflər birlikdə nəqliyyat, rəqəmsal, enerji və ticarət sahələrində davamlı və sabit əlaqələr sayəsində yeni iqtisadi imkanlar açmaq, uzun müddətdə ortaq rifah, əməkdaşlıq və sülh təşviq etmək məqsədi güdürlər. Bu çərçivədə Avropa İttifaqı və Azərbaycan Avropa Yenidən Qurma və İnkişaf Bankı ilə birlikdə Naxçıvan Dəmir Yolu layihəsinin hazırlanması üçün texniki iqtisadi əsaslandırması işlərinə başlamaq barədə razılığa gəliblər. Bu, Azərbaycanda və daha geniş regionda mobilliyi və iqtisadi axınları yaxşılaşdırmaq baxımından vacib investisiyadır. Bu dəmir yolu 15 günlük planlaşdırılmış tranzit daşınma müddətində Avropa ilə Mərkəzi Asiyanı birləşdirməyə hədəf alan daha geniş Transxəzər nəqliyyat dəhlizinin bir hissəsini təşkil edir. Avropa və Asiya arasında marşrutların şaxələndirilmiş, etibarlı və sabit olması ortaq strateji maraqlara xidmət edir. Onların verdiyi fayda qarşılıqlı olur və həddən ziyadə asılılıq risklərini azaldı. İki tərəfli və regional dəstək proqramları ilə yanaşı, innovativ maliyyə alətləri vasitəsilə gələcək prioritet layihələr Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirəcək. Onlar həmçinin Azərbaycanın iqtisadiyyatını şaxələndirmək, regional bağlantıları gücləndirmək, ölkə daxilində səriştə və iş imkanları yaratmaq, kənd yerlərinin inklüziv və davamlı inkişafını təşviq etmək istiqamətində göstərdiyi səyləri dəstəkləyəcək.